Salam, hörmətli izləyicilər. Bugünkü xəstəmiz Naxçıvan Muxtar Respublikasının Babək rayonundan gəlib, Hüseyn əmidir. Hüseyn əmi həmişə börəklərindən şikayət edib. Ona börək əvəzinə, yəni belində olan ağrılara görə sidik analizi, qan analizi belə eləmədən onurğanın qrijası adı qoyulub və buna görə müalicə olunub. Uzun vaxtlar bu cür müalicə alınmış xəstə, bir də onda ayılıb ki, artıq temperaturu yüksəkdir, xəstənin ürək bulanması var, qusması var və xəstə bizə müraciət edəndə baxdıq ki, xəstənin börəyi başdan ayağa polikistozdur. Bax, bu gördüyünüz polikistozlar bütün börək toxumasını ələ almışdır və börək öz funksiyasını itirmişdir. Polikistoz hər iki börəkdə var. Görsənir, bu uşaqlıqdan olub və getdikcə börək parenximasını mənimsəyib və parenximanın fəaliyyəti sıfıra enib, börəyin fəaliyyəti sıfıra enib və börəkdə kreatinin 500-ə qədər, kalium, natrium kifayət qədər yüksəlib və xəstə börəklərlə dializə düşdü. Ya xəstəyə donor börək verilməli, ya ömür boyu dializdə qalmalıdır.